istəyirsən? Eliza'ya domik sipariş vermişəm, parçadan olandan, amma krem rəngdə sipariş vermişəm. İnşallah ki, içi kremli. Hop! Çox şükür. Krem! Dəli olmuşdu, belə bütün boz mu göndəriblər? Eloş! Ay Eloş, burada instruksiyası var. Gərək bunu yığaq. Eliza'nın bütün oyuncaqları balı. narıncı rəngdədir. Demək olar ki, ona uyğun istədim, biraz krem rəngdə olsun. Roz olsaydı heç uyğun olmayacaqdı. Hə, Eliza, bax gör nə edirsən? Aha. Eliza özü Öncədən yığacaq. bu bizə lazım olacaq, o birisine bax. Burada başa salıblar necə qurmaq lazımdır. Belə bir şeydir. İndi tam Kənan qursun göstərəcəm. Hop! Aa, elə quruldu ki. Hop! Eloş! Bax, Eloşun evi qapısı o tərəfdəndir Kənan. Deyə buradır. Eloş. Eliza da kömək eləyir. Yox, fərqi yoxdur, saxlaya bilərəm. Ver mənə saxlayayım. Bu pomponundan tut qaldır. Ay sağ ol. Qiymətini də deyim də, mən 65 manata aldım, səhv eləmirəmsə bunu. Amma biz burada Sədrəydə gedib baxmışdıq. Temunun özündə də var. Belə materialı bildiniz necə sintetik, yoxsa nədir gedir o parça? Belə çox pis görsənən və pis duran material. Ona görə dedim alıramsa bir dəfəlik yaxşısını alım. Ona görə bu qəşəng belə kətan materialdandır. İçərisinə bir dənə döşək almalıyam. İnşallah onda pulum olanda alacağım. Yuhu. Da, amma çox qaranlıq görsənir belə. Hə. Ne qəşəng oldu Eliza, mən uşaq olmaq istədim. Hə? Eloş. Gir ora, mən sağır Eliza'nı. Eliza gəl. Gəl ananın yanına. Hər yerdə, hər yerdə. Gəl. Gəl. O söz ancaq sənə məxsusdur, hər yer hər yerdə. Hadi. Necə olmalı? Gəl gir. Vay! Eloş, gəl evimizə girək. İşte bazen beşleri değil. Eloş, pəncərədən bax anaya. Gəl. Gir ora. Keçək Kənanın bağlamasına. Nə olub ata sənə? Niyə çəhrayı almamısan? Krem çoxdur papağa, çoxsa çəhrayı. İpi yoxdur? Ne? Bağlama. Hə, bu qulaqlarını necə bağlayırlar da? Qulaqlarını necə bağlayırlar? Kulağı örtür de postu. Hə, bağlamırlar. Hə, başını örtüb baxaq. Gel. Gəl ata sənə nə alır? Yaş. Bakın. Bak. Eloş baxaq. Çıkartma çıkartma. Baba. Mübarekti. Nə var başqa içində? Baha. Bu dam üçün. Bu da dam üçün. Bu papaya vereceğim. Maşına telefon bağlamaq üçün. Silikon tutacaq. Bunun şeyi hanı bu? Kutunun içinə bəlkə düşür. Arxası açılır kutusunun. Ha, güzel. Güzel. Başqa? Burada sen yoxla gör şeydə salfetka. O idi. Aç baxın bir dənə necə bir şeydir. Bunlardan xəbərim yoxdur. Kənan özü alıb bunları. Öz sifarişlərdir. Eliza'da oyuncaq çıxdı. Qutu. Eliza əməli başda gəzir. Baxın. Bir neçə də istifadə eləmək olur da. Bir dənəsini cırandan sonra. Səndən hardasa görmüşdük bunu. Bu ondan değil, inanma. Burası o tipli bir. Eləyən olub aranızda. Belə bir şeydir salfetkada, amma bir neçə dəfə istifadə eləmək olur. İstifadə edeyim, görüm necə olur, sizə də deyərəm. Əgər deməsəm yadıma salın. Ne çəksən? Tam
üçün? Dam üçün nədir ki bu? Bu danışır, bu şeydə o moydadın qırağına vuracam, su kesilməz. O silik bir şey silikon ne diyor kimi. değil mi? Ha. Ev üçün lazım əşyalardır. Bəlkə kiməsə maraqlı var. Belə su keçirməz qat yaradır da. Gəldi, istədim indi aldıqlarımı sizinlə bölüşüm. Pəncərəni bağladım, çönün səsi çox gəlməsin deyə. Deməli, ləziz çərəzdə biz 9.62 bir çəkdik. 2 dənə çəkdik var. Bir də 24.55 ödəmişik. Toplam 34 manat, 35 manat. Aldıqlarımı indi sizə göstərim. Mango almışam, mən mangonu çox sevirəm. Bir mango belə dilimlərini aldım. 11 manat vermişik buna. Daha sonra püstə almışıq, 5 manat buna vermişik. Bir ovucdan biraz çoxdur, amma qiymət belədir. Hər dəfə almırıq düzü bunu, amma bəzən ürəyim istəyəndə getmişkən, görmüşkən dedim alın. Hind qozu almışıq. Bu da 8 manatdır. Sonra belə givas qurusu almışam. Bu da xoşuma gəlir, turşməli olur. Daha sonra xurma aldıq. Bu xurmanı ilk dəfə görürdüm, amma heç dadını bəyənmədim. Bu isə araxisdir. Bir ovucda bundan almışıq. Və şaftalı qurusu ilk dəfə görürdüm. Onu aldıq. Evazı qapının arxasında bir danışıq. Şaftalı qurusu aldıq. Bu da dadlıydı. Yəni mən bəyəndim, Kənan bəyənmədim. Əhmədlidəki biz ləziz çərəzdən aldıq. Daha sonra %100 Təbriz adlı mağaza var. Orada da qəşəng şeylər olur. Oradan bir neçə şey aldım. O kloka qarışıq belə bir şey almışdıq. Bunu Kənan xoşlayıb aldıq. Bunu da ləziz çərəzdən almışıq. Belə bir chips gördük orada. Bunu aldıq, İrandandır. Sonra 2 dənə belə meyvə şirəsi aldıq. Bunu da 2 dəfə görürdük. Dedik alaq yoxlayıb. Amma elə bir şirəsi axıb üstümə.
Yenə mango qurusu almışam. Bunun dadı ilə onun dadı biraz fərqlidir. Buna bilmirəm, 5 manatlıq, yox 5 manatlıq yox, 15 manatlıqdır səhv bilmirəmsə bu. Burada da hardasa 34 manat, 35 manatlıq burada xərcim çıxmışdı. Halaca belə lokumlardan almışıq. Daha sonra xurma almışıq. Bu xurma çox dadlıdır. Sonra belə, bunlar nə gedir bilmirəm, jelibon kimi bir şey almışıq. Bir də belə konfet almışıq. Dediyim kimi, bunların hamısından birlikdə 70 manata yaxın pul vermişik. Amma yəni, hər dəfə alış-veriş verənmirik. Bunlar bizə 2 ay, 3 ay gedir. Qonaq gələndə əsasən süfrəyə qoyuruq. Özümüz də yeyirik. Təkcə qonağa vermirik. Amma xoşladığım bəzi şeylər var ki, sırf özüm almışam bunları. Bu qədər alış-verişimiz bu qədər idi. İstədim sizinlə bölüşüm. Vloglarımız boş qalmasın, maraqlı geçsin. Ona görə aldıqlarımı sizinlə bölüşdüm. Bilmirəm, sizə də maraqlıdırmı, fikirlərinizi bölüşsəz sevinərəm. Bir də dünən Sinsay mağazasına getmişdik, təzə açılıb Qaraqarayevdə. Sizə biraz oradan video çəkmişəm, videonun əvvəlində görmüşsünüz bəlkə də artıq. Eliza üçün 3 dənə kofta almışam, qiymətlər çox uyğun idi, materiallar da pis deyil, yəni yaxşıdır. 13 manata 3 dənə belə yay koftası almışam, bunları 18-24 aldım, 3 dənə belə yay koftası. Materiallar da dediyim kimi pis deyil, yaxşıdır və buna bayıldım. Belə bir tulum almışam. Bu da biraz böyükdür Eliza'ya. Bəlkə gələn il giyindirərəm, amma çox şirin idi deyə aldım. Bunun qiyməti 20 manatdır. Bunun qiyməti isə 13 manat idi. Və 2 dənə də şalvar, lastin. 2 dənə lastin almışam. Onları artıq yumuşam istifadə etmək üçün. Sizə əynində göstərərəm. Dediyim kimi, yəni, mağazadan razı qaldım. Qaraqarayevdədir, metroya yaxındır. İstəyən varsa gedib baxa bilər. Sabahınız xeyirli olsun. Biz yenidən çıxdıq. Sizcə biz hara gedib? İndi videonu saxlayın, kommentdə yazın. Sizcə biz hara gedə bilərik? Əgər yazmısınızsa, indi mən deyim, biz yeni Sədərəyə gedirik, Sədərəyə. Biz Sədərəyə niyə gedirik? Çünki Eliza'ya hədiyyə alacaq. Nənəsi pulunu verib ki, gedək onun üçün mətbəx alaq. Keçən dəfə videoların birində göstərmişdim sizə. Ad günü hədiyyəsi olaraq. Sonra mənə paltar baxacaq, çünki Eliza'nın bu ay ad günüdür, ad günü keçirəcəyik. Birinci fikirləşirdim keçirməyən, sonra fikirləşdim ilk ad günüdür. Düzdür, o başa düşmür, amma bizim üçün xatirədir. Ona görə ilk ad gününü biraz təntənəli keçirəcəyik. Ona görə özümə geyim axtaram. Burada bir neçə mağazaya baxdım, amma tapmadım, ona görə Binəyə gedirik. Binədən bir neçə paltar baxacam, görüm əynimə olan olsa alacaq. Bir-iki xırda bir şey var, onları da alıb gələcəyik. Bunlar da gedib zibili tuluyub gəliblər. Atasına kömək eləyib. Ay sağ ol. Aferin. Sabitse oturdu. Ana, oh, benim de divanım var. Benim de divanım var. Allah sana divanım. Yavaş yıkılacaksın. Oşa. Oşa. Götürelim. Aynen. Maşın nasıl bu yaxşı? Belə sürürlər. Ayağı elə, ayağı elə. Bizim ayağı elə. Hamısını sınıfdan Bagaja yerleşecek. Bagaja yerleşecek. Ulan falan daha yaxşıdır. Evet, hündürdür. Yox, Sana 3 yaşında çatar.
Burada bir dənə belə plasmassa tapdım. Amma mən ən çox bunu bəyəndim. Qiymətləri bilmirəm üstündəkilərdə yoxsa yox. Bu 220-dir, bu 220 yazılıb. Bilmirəm amma 220-dir yoxsa yox. Hadi bakalım. Bugün olsam ise biraz böyle götürür. Ben ne istediysen sonra. 22 verersin. Sonra. 20 lira var. Türkiye'nin de bunlar ayağın altındaki əyiliyi saxlayır. Ondan sonra topuq əyməyə qoymur. Ona göre bəkdir. Deyir. Gel. Hem sən ayaqqabı giyindirdi. Gön böyündə də gəlsən mənim yanıma. Sağ ol Dinan. Eloşu. Ayaqqabını göstərək. Ayakkabıya uğraşabilmiyorum. Özür arkadaşlar geldi. Yalan. Ana buna bak ana. Eloş gör ata ne getirip sana. Faberkalarını getirip. Yoş, bura gel bura. Ya bura. Aha, özü atsın koy atsın. Atılmayacak. Başı qatırsın. Sevindi. Nedir bu? Ayı. Ayı. Kimin velosipedi geldi? Batarya bin kaldı bakalım. ya. Evde olmaz mı? He mahnuk olsun. Hop. Hop hop. Hop hop. Üstüne çık kızım üstüne çık. Əməli başlı qaz kimidir. Bu da su tökən əşyasıdır. Bir də içindən belə qab-qacaqları çıxır. Düzdür, bunlar azdır. Mən sonra onu alacağım oynamağa. Hələ ki, bunlar yaxşıdır. Al qızım, qaşıqla qarışdır. Aferin. Gəl, qarışdıraq yeməyi. Otur. Sən də otur. Otur. Gəl, yeməyi qarışdıraq. Aferin. Bunu da qapağını açaq. Yemeği pişirək. Yeri sürtmə, buralara elə bax, bunu qabı elə yeyək. Yemək pişir bizə. Can. Eloşun oyuncağı quruldu. Atası 3-4 saat bununla məşğul olub bütün gecəni. Sağ olsun, var olsun. Burada da belə bir şkaf var. Buradan belə göz su doldurur, amma səs gəlir. İndi baterika yoxdur hələ ki. Sonra burada da bir dənə şkaf var. Eloşkaya göstərək. Burada da işıqlar olmalıdır. Amma
Onun üçün də hələ bateriyka yoxdur evdə. Atası alacaq, qoyacaq. Hə, işlətdin. Bakının bastı eləcə işlədi, ses gəldi. Nasıl? Bilmirəm, harasa bastı. Burada da bir dənə şkaf var. Burada da su gəlir əslində belə açanda, amma alınmadı. Çünki onda bateriyası yoxdur. Burada da qaz var. Səs eləyir. Burada da sobanın kimi. Qızım, bəyəndin? Səhər duran kimi ilk reaksiyasını çəkdim, amma Instagram üçün çəkmişəm. Bura yerləşdirərəm onu da. Ay, çox xoşuma gəldi qızım.